biz Kərbəla hadisəsinə yalnız bir tarixi hadisə kimi baxmamalıyıq. Kərbəla hadisəsi, ümumiyyətlə Aşurada baş verənlər haqqla batilin canlı mübarizəsi idi. Bəli. Kərbəla bizə onu göstərdi ki, Kərbəlada yalnız güc insanın cismində deyil, insanın dəyərindədir, insanın məqsədindədir, insanın hədəfindədir. Görürük ki, Kərbəlada baş verənlər bir bütöv şəxsiyyət nümunəsidir. Yəni biz ora baxanda görürük ki, haqqla batilin mübarizəsi var. Bir tərəfdə haqq, bir tərəfdə batil. Burada şəxsiyyət bütövlüyü deyəndə insanın inancı, insanın dəyərləri, insanın əxlaqı, insanın davranışı nəzərdə tutulur. Biz Kərbəlada görürük ki, o insanlar ki, İmam Hüseynin tərəfində idilər, İmam Hüseynin yanında idilər, onlar şəxsiyyət olaraq kamil insanlardılar. İmam Hüseyn əleyhissalam haqqı deyəndə, insanlara haqqı çatdıranda, o insanların ki, dəyəri haqqdır, haqqı dəyər görür və yaxud dini onun üçün dəyərdir, o insan avtomatik imamın sözünü qəbul edir, imamın tərəfinə keçir.